Usta, sənin işinə hörmət edirəm. Bax, fikir verin. Bunlar hamısı MTK-nın elədiyi divarlardır. Bu divarı sən uşaq deyə hansı formada bağlamısan, necə bağlamısan? Sanaları Allah uzaq eləsin, İstanbulda zəlzələ oldu. Bir dənəsi də bu Bakıda olsa, elə bu divarların altında qalıb cəmaət bədbəxt olacaq. Belə divarımı hördürərlər, belə divarımı təhvil verirlər. Allah yox, ya bura. Bu adi suvaqdır, beton deyil. Görsənmi? Bax. Belə işmi görülür, belə havalandırma mı olur? Bu havalandırma şaxtasının özünə süni nəfəs vermək lazımdır. Divar gedir, orta bir dənə dank, kubik getdi. Bir dənə aşağıda dank, kubik getdi. Yəni daşınız çatlayıb bunu soxmusunuz bura. Yaxşı yenə kubik soxmusunuz, taxtadan zaten qoymamışsınız bura. Layihədə bu yerə verimiz, bu kimi ölüb belə. Kim ölüb də, kim ölüb? Usta, çox naverdən çəkil. Usta, sənin işinə hörmət edirəm. Hə, o da belə. Bu gəbra bir dənə. Bunun bir təpəyə dağılmağın səbəbi bilirsənmi nədir? Hə? Bu betondur məndə, yoxsa yox. Bu betondur. Bu beton deyil qardaş, bu şaxtadır. Bu şaxtadır, bunun iki kərpicdir. Mən ki özümü cırıram hər dəfə deyirəm. Bunun tez sınmağın səbəbi bağlantıların olmamasıdır. Götürüb yalandan armatursuz, zatsız hörüb gedib. Hə, indi bir təpəyə dağıldı. Bağlantı vermir. Heç birində bağlantı yoxdur. Baxın, bağlantı yox. Ya bura. Bu adi suvaqdır, beton deyil. Görsənmi? Bax. Ulanan bir şeyə bu armatur bağlamağın nə mənası var? Demək sən bizi yola verirsən, ev yənisini yola verirsən. Və nəticədə də belə hadisələr başlayır. Partlayıb, tökülür, gedir. Buna bak. Buna bak. Bunu söyləmək olur. Allah uzaq eləsin, zəlzələ olsa, bu binalarda yaşayanların vay halına. Sən bir belə bir sual verin mənə. Bu hörgünü gördüm. Bunlar normal hörgüdür bu. Sən bunu normal hörgü sayırsan. Özün gördün də bir təpiyə mən bunu dağıla bilirəmsə, bir hörgünü. Bu evdə, bu binada nə qədər insan yaşayır. Görün Bakı şəhərdə nə qədər tikintilərdə bu cür zay-zay hörgülər var. Və sonra da hadisə baş verəndə deyirlər ki, insanların başına ev uçdu. Uçacaqdır ev. Çünki onu hörən yöndəmsiz hörüb. Çünki onu hörən o peşənin sahibi olmayıb. Çünki onu hörən Allah bilir qoyun qırxan olub. Ona görə də bu vəziyyətdədir. Hə. Cavlar divara tikilməlidir. Bəli. Müəyyən MTK-lar var ki, demək olar ki, əksəriyyətində belə hörgülər hörülür. Siz bu hörgü hörən ustaları bir danışdırın, bir onların işinə baxın, bir onların əmək haqqısına, onların gördüyü işə, təhvil verəcəyi işlərə baxın. Belə işmi görülür, belə havalandırma mı olur? Bu havalandırma şaxtasının özünə süni nəfəs vermək lazımdır. Bu hansı binanın hansı havasını çəkəcək yuxarı? Hansı binanın bu havasını çəkəcək yuxarı? Bunun özü bədbəxtin havası çatmır, özü boğulur özü. Hələ bu birinci mərtəbədə, binada 20 mərtəbədir maşallah olsun. Buna bax. Şaxta ilə divarın arasında olan məsafə var. Bu divara nəyə əsasən bağlayıblar bu divar? Bax, bu divar necə bağlanıb bura? Kim mənə bunun izahını verə bilər? Bax, yaxınlaşdırıram. Fikir verin. Bax, fikir verin. Bunlar hamısı MTK-nın elədiyi divarlardır. Bu divarı sən uşaq deyə hansı formada bağlamısan, necə bağlamısan? Sanaları Allah uzaq eləsin, İstanbulda zəlzələ oldu. Bir dənəsi də bu Bakıda olsa, elə bu divarların altında qalıb cəmaət bədbəxt olacaq. Belə divarımı hördürərlər, belə divarımı təhvil verirlər. Dəyərli izləyicilərimiz, ümumiyyətlə köçdüyünüz evlərdə, MTK-lardan aldığınız binalarda bu ara kəsmələrə, buna bax. Çatmayıb bir dənə daş soxub bura, nə bilim sement soxub bura. Burada vəbşə birini düz, birini əyri. Yuxarılara baxın, kərpicin birini belə qoyur, birini vertikal, birini horizontal. Yer çatmır orada, arasına sement soxur, qum soxur, lic bir də. Yəni bu soxa-soxu qoyun qırağa. Bu insanlar yaşayacaq burada. Divar hörüblər, sağdan sola da. Hə. Divar gedir, orta bir dənə dank, kubik getdi. Bir dənə aşağıda dank, kubik getdi. Yəni daşınız çatlayıb bunu soxmusunuz bura. Yaxşı yenə kubik soxmusunuz, taxtadan zaten qoymamışsınız bura. Hə, dəyərli izləyicilərimiz, bax, növbəti bir dənə yerdəyəm. Balaca bir sanitar qovşağı veriblər burada və yenə burada havalandırma veriblər. Bu ev binanın birinci mərtəbəsi, təsəvvür edirsiniz. Və bu birinci mərtəbə ilə bu havalandırma qalxır yuxarı. Buna baxın. Bu hörgünü bura nə ilə bağlayıblar? Fikir verin. Heç bir bağlantı yoxdur. Yəni, kərpicin betona bağlantısı yoxdur. Yəni, sadəcə o daşı daş üstünə qoymaqla hörgü olursa, onda bu başqa söhbətdir. Amma belə iş görülmür, belə iş olmur.
Belə hörgü olmaz. Sabahları Allah uzaq eləsin, aşağı mərtəbədə bir yanğın baş versə, bu havalandırma, bu yanğının tüstüsü necə aparacaq yuxarı? Bunun yanlarından mı buraxacaq? Bu hər mərtəbədə bu gündədir.